Hər zaman Qabal qəsəbəsindən olan idmançılar bir sıra yerli və beynəlxalq yarışlarda yüksək nəticələr əldə ediblər. İdmançılar üçün əsas tələblərdən biri isə onların idman zalları ilə təmin olunmasıdır. İdman sağlamlığın rəmzidir. Hər zaman olduğu kimi günümüzdə də gənclərin idmana marağının artırılması üçün onlara daha yaxşı şərait yaradılmalıdır. Bugünkü reportajımızda gənclərimizin asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün hansı şəraitin olduğundan bağlı bu prosesləri nəzərdən keçirəcəyik. Qabal ərazisində fəaliyyət göstərən bir sıra idmançılar və yerli sakinlər bildirirlər ki, ilk növbədə gənclərin pis vərdişlərdən uzaqlaşdırılmaları və idmana həvəs göstərmələri üçün onlar üçün lazımi şərait yaradılmalıdır. Mən salamlayıram bütün Qabal əhlini. Ricai Qayıbov olaraq istəyərdim ki, gözəl bir zalımız ola, uşaqlarımız var. Fikrimiz var ki, gələcəkdə böyük bir qələbələrə doğru gedək. Qabal sakinləri kimin imkanı çatır, imkan daxilində böyütməyə gözəl zallar, trenajorlar, kim nə qədər bacarır, dəstəkdir, nədir, əli hara çatır, çatmır, köməklik edə. Fikrimiz də odur ki, idmançılarımızı irəli çəkək, gözəl uşaqlarımız var. Dəstək olsa gözəl olar. İdmanla məşğulam. 14 yaşımdan idmanla məşğul olmuşam. Qabaldanam. İdmanla bağlı kəndimizdə hansı şərait var? Yəni şəraitlərimiz biraz yaxşıdır. Yəni daha da dəstək olsalar çox gözəl olar. Bizim üçün gənclərimizə, bizim idmançılara daha da dəstək olsa daha gözəl olar. Tanıdığın uğurlu idmançılardan hansını sevirsən? Bahram Əcəb Salih. İnanıram ki, onun kimi uğurlar qazanacaq. Son zamanlar Qabal kəndimizdə yeni nəslin idmana daha çox marağı var, amma ki, təəssüflər olsun ki, idmanla əlaqədar heç bir şəraitin olmamağından idmanla məşğul olmaq çətinlik çəkirlər. Bu yaxından da Marniyolda Azərbaycan evində Qafqaz Arenanın 3-cü Night Fight gecəsi keçirildi. Orada Qabal kəndimizi təmsil edən, bir sözlə həm Qabal kəndimizi, həm Gürcüstanımızı təmsil edən Eşqin Quliyev birinci yeri qazandı. Türkiyə rəqibinə qarşı döyüşdü, birinci yeri qazandı. Biz daha da idmançı gənclər yetişdirmək üçün Qabal kəndinin daha da belə deyim, idman komplekslərinin yaradılmasına ehtiyac var. Bugün idman mövzusunda maraqlı bir reportajımız hazırlandı. Bildiyiniz kimi Qabal qəsəbəsində bizim müsahiblərimiz idmanla bağlı öz fikirlərini səsləndirmişlər. Onların qeyd etdiyinə görə Qabal qəsəbəsində gənclər idmana böyük maraq göstərirlər və ancaq təəssüflər olsun ki, müvafiq şəraitləri olmadıqlarına görə hazırda böyük bir uğurlara nail olmamışlar və ümid edirik ki, gələcəkdə gənclərimiz daha böyük uğurlara nail olacaqlar və onlara yetərli şərait göstəriləcəkdir.